Test toplusuna yeni əlavə olunmuş sualın izahına baxaq. Şərtdə bizə deyir ki, 3n-5, 4n-1, 2n + 6 ədədləri yazıldığı ardıcıllıqla artan ardıcıl natural ədədlərdir. Əkab m-ni tapın. Biz bilirik ki, ardıcıl natural ədədlər bir-birindən bir vahid fərqlənirlər. Yəni, məsələn, olsun 5, 6, 7. 5 6-dan bir vahid fərqlənir, 6 da 7-dən bir vahid fərqlənir. Deməli, 5 özü 7-dən 2 vahid fərqlənir. Biz 5-in üstünə 2 gəlsək, 7-yə bərabər olacaq. Burada da eyni qaydanı tətbiq edə bilərik. 3n çıx 5-in üstünə biz 2 gəlsək, 2n + 6-ya bərabər olacaq. Buradan n-ləri bir tərəfə, ədədləri bir tərəfə yığsaq, olacaq ki, 3n çıx 2n bərabərdir n. Bu özü bərabərdir. -5 + 2, -3, digər tərəfə keçəndə müsbət olacaq. 3 + 6 da 9-a bərabər oldu. Deməli, n 9-dur. N 9 tapdıqsa, burada yerinə qoysaq, 27 çıx 5-dən 22 olacaq. Bunlar ardıcıl natural ədədlər olduğuna görə, bura 23, bu da 24 olacaq. Burada n-i yerinə qoysaydıq, 18 + 6-dan yenə 24 olacaqdır. Bura baxsaq, görürük ki, 4m çıxılsın 1 bərabərdir 23 imiş. Onda 4m bərabərdir 24 olacaq. M-i də buradan tapacağıq ki, 6-ya bərabərdir. Bizdən soruşduğu əkab mn-dir. Əkab 6, 9 yazsaq, bu da bərabər olacaq 18-ə.